2024-cü ildə birinci qrupların ikinci şans imtahanına düşən riyaziyyat suallarının izahına baxaq. Birinci sualımız tənliklərə aiddir. Sualda x kvadrat plus 2x minus 3 modul x plus 1 plus 3 bərabər 0. Bunu həll etmək lazımdır. Nə edirik burada? Biz bu hissədə x plus 1-in kvadratını görə bilərik. X plus 1-in kvadratı minus 1 şəklində bunu yaza bilərik. Çıxılsın 3 modulda x plus 1 üstəgəl 3 bərabərdir 0. Onda alınar x plus 1-in kvadratı çıxılsın 3x plus 1 mənfi 1 ilə də 3 toplayanda müsbət 2 bərabər 0. Belə bir ayırma işi apardıq. Biz bilirik ki, x-in kvadratı ilə modul x-in kvadratı eyni şeydir, bərabərdirlər. Ona görə biz x plus 1-in moduluna bir t əvəzləməsi aparsaq, alınar ki, t-nin kvadratı çıxılsın 3t plus 2 bərabərdir 0. Belə bir kvadrat tənliyi alındı. Bu kvadrat tənliyin bir kökü 2, digər kökü isə 3-ə bərabərdir. Əvəz etməyə qayıdıb modul x plus 1-i 2-yə bərabər etsək, x plus 1 bir dəfə bərabər 2-yə, bir dəfə də x plus 1 bərabər mənfi 2-yə. Birinci tənliyin kökü 1, ikinci tənliyin kökü mənfi 3 olur. Həmçinin modul x plus 1-i bir dəfə də 3-ə bərabər edirik. Buradan x plus 1 bərabər 3, bir dəfə də x plus 1 bərabər mənfi 3. Bir tənlikdən 2 alınır, o bir tənlikdən mənfi 4 alınır. Bizdən nə soruşur? Tənliyin köklər cəmin soruşur. Onda bunları toplasaq 1, mənfi 3, 2, mənfi 4. Cavab mənfi 4 olacaq A variantında. Növbəti sual. Bu sual artıq bir dəfə kanalımızda paylaşılmışdı. Köhnə qəbullar 2015-ci ilə səhv etməsəm qəbulunda bu sual. Bunun tərsi, yəni kosinusu verib, sinusu verib tangens kvadratı soruşurdu. Yəni bu sual təkrar olunmuş bir sualdır. Kotangens tangens fərqi ilə. Biz burada nədən istifadə eləmişdik orada? Kotangens kvadrat alfanın dərəcə azaltma düsturundan bu 1 plus kosinus 2 alfa bölünsün 1 çıxılsın kosinus 2 alfa. Onda biz bu ifadədən sonra bərabər qoymuşduq, yazırıq. Kotangens kvadratın yerinə yazıram 1 üstəgəl kosinus 2 alfa. Bu mötərizənin içərisi bizim üçün alfadır. Bunu 2-yə vursaq, 3 pi bölü 4 2-yə vuranda bu olur 270 dərəcə. Yəni dərəcə ilə yazıram. Üstəgəl 2 alfa bölünsün, məxrəcdə də 1 çıxılsın kosinus. Eyni ilə bu 270 üstəgəl 2 alfa bərabərdir. 270-in üzərində gələndə bu 4-cü rüb bucağıdır. 4-cü rübdə kosinus müsbətdir, işarəsi dəyişmir. Amma adı dəyişir olur sinus 2 alfa. Məxrəcdə də eyni şey, işarə dəyişmir, adı dəyişir olur sinus 2 alfa. Sinus 2 alfanın da qiymətini bizə 5də 1 verib. 1 plus 5də 1 bölünsün 1 minus 5də 1. Bu surət 5də 6-dır, məxrəc 5də 4-dür. Doğru cavab 6 bölü 4 olacaq. Yəni 2də 3 D variantı. Növbəti 3-cü sualımız integral sualı. Birinci bərabərliyin, yenə də bunun da oxşarı ötən qəbullarda olub. Birinci integralı sadələşdirək. 6-dan B-yə qədər kosinus kvadrat x dx bərabərdir. Biz buna dərəcə azaltma tətbiq eləsək, bu 1 üstəgəl kosinus 2x bölünsün 2-dir. İntegral 6-dan B-yə dx. Ayrı-ayrı integral alsaq, bu olacaq deməli 2də 1x üstəgəl sinus kosinus 2x-in integralı sinus 2x bölü 2-dir. Olur sinus 2x bölü 4 məxrəcində 2 olduğu üçün. Sərhədləri də 6-dan B-yə qədər. Yerinə yazsaq alınar 2də 1b üstəgəl sinus 2b bölünsün 4. Çıxılsın bir dəfə də sərhəd, aşağı sərhədi yerinə yazsaq 2də 1-i vururuq 6-ya olur 3. Plus qarşıdakı mənfi görə işarə dəyişir. Minus sinus 12 bölünsün 4. Bu birinci ifadənin qiyməti. Sonra sağ tərəfdəki integralı sadələşdirək. B-dən 6-ya qədər sinus kvadrat x dx bərabərdir. Bu olur 1 çıxılsın. B-dən 6-ya qədər 1 çıxılsın. Kosinus 2x bölünsün 2-dir. Ayrı-ayrı integral alsaq yenə 2də 1x çıxılsın. Sinus 2x bölünsün 4. Sərhədləri 6-dan B-yə qədər bərabərdir. Demək nə baş verir burada? Birinci B-ni yerinə yazsaq alınar 2də 1b. Bir dəqiqə sərhədlər B-dən 6-ya idi burada. B-dən 6-ya. B-dən 6-ya. 6-nı yerinə yazsaq alınar 3. Çıxılsın sinus 12 bölünsün 4. Çıxılsın aşağı sərhədi yerinə yazanda 2də 1b. Çıxılsın sinus 2b bölünsün 4. Bunları indi yerinə yazsaq nə alınır? Birinci ifadə 2də 1b.
Üstəgəl sinus 2b bölünsün 4 çıxılsın 3 çıxılsın sinus 12 bölünsün 4 bərabərdir o bir ifadəyə 3 minus sinus 12 böl 4 çıxılsın 2-də 1b çıxılsın sinus 2b böl 4 artıca plus 2,6 da var burada. Üstəgəl 2,6. Diqqətlə baxsaq sinus 12 böl 4'lər islah olur. Burada nəsə səhv eləməmişik ki. Deməli, b-ni yerinə yazan 2-də 1b, üstəgəl sinus 2b böl 4 və yaxud burada da yerinə baxsaq, nə baş verib burada? 2-də 3 çıxılsın sinus 12 bölünsün 4, çıxılsın 2-də 1b, burada üstəgəlmə olacaq, üstəgəl. Bunlarda islah olur, nə qalır yerdə? Yerdə qalır, b-ləri bir tərəfə yıxsaq alınar 2-də 1b üstə 2-də 1b, 1b bərabərdir 3 üstəgəl 2,6. Bu da 8,6 verir bizə B variantı. Dördüncü sual. AB, AC, AD parçaları cüt perpendikulyardır. Yəni bunun şəklin tutaq ki, belə çəkməyə çalışaq. AB, AC, bura A nöqtəsidir, bu B'dir, bu C'dir, bu D'dir. Cüt yəni AB, AC-yə perpendikulyardır. AC AD-yə perpendikulyardır. Həmçinin də AB də AD-yə perpendikulyardır. Deməli, bizə AB-ni 6 verib, BD-ni BD, bax buradır, buranı bizə 10 verib, CD-ni 17 verib, CD də burada 17-dir. AC-ni bizdən soruşur, bax bu X-i, AC-ni soruşur bizdən. Demək, ABC A, B, D düzbucaqlı üçbucaq olduğu üçün biz onda buradan AD-ni tapmaq üçün 10'un kvadratından 6'nın kvadratını çıxarıq. Pifagora görə 8 alınır bu hissə. Sonra biz DAACD üçbucağına, düzbucaqlı üçbucağına fikir versək, AC-ni buradan rahat tapa bilərik. AC bərabərdir kök altı 17'nin kvadratı çıxılsın 8'in kvadratı. Bu da bizə 15 verir. Elə bizdən AC-ni soruşurdu. Bu düzbucaqlı üçbucaqda bu hipotenuzdur. Bu katetdir. Bizdən AC katetini soruşurdu. Növbəti M parametrinin hansı qiymətində bu nöqtə funksiyanın ekstremum nöqtəsidir. Ekstremum nöqtə yəni maksimum və minimum nöqtə idi. Onu biz necə tapırdıq? Törəməni sıfıra bərabər etməklə. Onda biz bu funksiyanın törəməsini tapsaq, mx kub, m sabitdir. X kubun törəməsi 3x kvadrat m minus 6x minus 12 bərabərdir 0. Amma x-ların yerinə yazarıq, mənfi 1 yazarıq. 3 vurulsun mənfi 1'in kvadratı vur m, çıxılsın 6 vurulsun mənfi 1, çıxılsın 12 bərabərdir 0. Bu olur 3m üstəgəl 18 bərabərdir 0. Daha doğrusu demək bir dəqiqə. Minus 12. 3mx kvadrat çıxılsın 6x minus 12 bərabər 0. X-ların yerinə mənfi 1 yazsaq, bu olar 3m minus 6 vurulsun mənfi 1. Bu plus 6 olur. Minus 6 bərabər 0. M olacaq mənfi 2 C variantı. 6-cı sual. Düzgün dördbucaqlı prizma. Düzgün dördbucaqlı prizma çəksək. Yəni oturacağı kvadratdır bunun. Düzgün dördbucaqlı prizma. Hündürlüyü 7'dir. Diagonalı 13'dür. Tutaq ki, diagonalını çəkirik. Bax bunu. Bu diagonalı bizə 13 verib. Oturacağının sahəsini soruşur bizdən. Oturacağı kvadratdır. Kvadratın tərəflərinə AA deyə bilərik. Bu hündürlüyü də 7'dir. Nə edirik? Oturacağın diagonalını çəkirik. Bura 90 dərəcədir. Və burada bir düzbucaqlı üçbucaq yaranır. Bura kvadratın diagonalıdır. Onda biz D-ni tapmaq üçün, yəni düzbucaqlı üçbucağın katetidir. 13'ün kvadratından 7'nin kvadratını çıxarıq. Yəni 169'dan çıxarıq 49'u. Bu olar kök altda 120. Kvadratın da sahəsi belə tapılırdı. Diagonalın kvadratı böl 2. Kök altda 120'nin kvadratı ilə 120'dir. 2'yə bölsək 60. Bu belə. 7-ci sual. Binomun açılışında binomial əmsallar cəmi 128'dir. Binomial əmsallar cəmi 2 üstə n ilə tapılırdı. N buradan 7 çıxır. Onda bizim binomumuz x plus 1 üstü 7 şəklindəymiş. 5-ci hədd deyir. 5-ci həddin açılış düsturu. Ümumiyyətlə k plus 1-ci həddi belə tapırdıq. Kombinizon n elementdən k, a üstü n minus k, b üstü k. İndi söhbət 5-ci həddən gedirsə, deməli k bizdə 4'dür. Yazacağım 5-ci hədd bərabərdir. Yəni 4 plus 1-ci hədd bərabərdir. Kombinizon 7 elementdən 4, a bizdə x-dir. Yəni 1-ci hədd x üstü 7 minus 4 vurulsun 1 üstü 4.
Kombinezon 7 elementdən 4 tapa bilərik. O 7 faktorial bölünsün, 4 faktorial vurulsun 3 faktorialdır. 7, 6, 5 bölünsün 3 vur 2. Cavab 35 olur. X-in kubu 35x kub, bu da Y variantındadır. Deməli, bizə lazım idi K plus birinci hədd, bir də binomial əmsalların cəmi düsturu. 8-ci sual. Bu sual da 2025-ci ildə birinci cəhddə birinci qruplara belə bir oxşar sual düşmüşdü. Bu sualı həll etmək üçün yazırıq limit, kəsirin surət və məxrəcin n-ə bölürük. Yəni kökün n-ə bölmək, yəni kökün altın kök altda n-ə bölək də belə deyək. Onda olacaq kök altda 25 bölünsün 36 üstəgəl kök altda 15 n böl n şəklində. Bunun limiti sıfıra gedir. Alınır kök altda 25 bölünsün kök altda 36. Yəni 6-da 5. A variantı. Surət və məxrəci kök altda n-ə böldüyü bir növ. Kök altda n-ə. Kök altda n-ə bölündə burada bir dənə kök yaranır. Belə. Burada ifadənin qiymətini tapmaq lazımdır. Maraqlı bir sualdır. Bunu necə işləyərik biz? Əvvəlcə burada dəyişənin mümkün qiymətlər çoxluğunu təyin eləyək biz. Birinci kök altı ifadə sıfırdan böyük bərabər olmalıdır. Yəni x 4-dən böyük bərabərdir. Həmçinin ikinci kök altı ifadədə sıfırdan böyük bərabər olmalıdır. Burada x 4-dən kiçik bərabər olmalıdır. Həm 4-dən kiçik bərabər, həm də böyük bərabər şərtini ödəyən ədədlər yalnız və yalnız 4-dür. Onda belə çıxır ki, bizim x-imizin qiyməti 4 imiş, gətirib ifadədə x-in yerinə 4 yazırıq. Onda elə birinci ifadə 0 olacaq, üstəgəl ikincisi də 0 olacaq, üstəgəl 14 vur 4, bölünsün 4 minus 2. 56 bölünsün 2, doğru cavab 28. Yəni dəyişənə mümkün qiymətlər çoxluğunu təyin edib, x-ların yerinə 4 yazdıq. 10-cu sual. Deməli, AB, AC toxunanlardır. CM perpendikulyarı çəkilib. BM bizdə 4-dür. MA 6-dır. CY-ni bizdən soruşur. CY də ki, bu hissəni bizdən soruşur. Çevrənin daxilində qalan hissəsini bizdən soruşur. CY parçası. Biz burada düzbucaqlı üçbucaq görürük. Düzbucaqlı üçbucaq görürük bu rənglədiyim hissədə. Onda CM parçasının uzunluğunu biz tapa bilərik. CM bərabərdir. Pifaqorla əvvəla nəyə baxırıq burada? AC toxunanı AB toxunanına bərabərdir. Çünki çevrə xaricindəki nöqtədən çevrəyə çəkilən toxunanlar bərabər olur. Burada AB də bizdə 10 olduğu üçün elə AC də 10-dur. Onda biz CM-i tapmaq üçün 10-un kvadratından 6-nın kvadratını çıxarıb bura alınır 8. Yəni ümumi bu hissə bizdə 8-dir. İndi nəyə fikir veririk? Burada BM toxunandır, MC isə kəsəndir. Bu nöqtəyə bir dənə K nöqtəsi deyək. Onda toxunanla kəsən arasında belə bir əlaqə var idi. Toxunanın kvadratı bərabərdir. Kəsənin xaricdə qalan hissəsi vurulsun bütöv kəsən. BM bizdə 4-dür. MK bizdə yoxdur. MC də bütöv biz 8 tapdıq. Onda buradan MK-nı biz 2 tapmış oluruq. Amma bizdən CY-ni soruşur. Daha doğrusu burada elə Y nöqtəsi idi. Mən orada K deyirəm. Yoxdur. Bu K elə Y nöqtəsidir. Hazır bizdə Y verilmişdi. Bizdən CY-ni soruşurdu, yəni SK deyək də. Ümumi 8-dən 2-ni çıxırıq, doğru cavab 6. Yəni aşağı hissə 2-dir, bizdən bu x-i soruşurdu, 8-dən 2-ni çıxdıq, 6. Növbəti loqaritma görürük, amma sadə bərabərsizlikdir. Bunun üçün hazır qaydamız var ki, əsaslar eyni olduqda buradan alınır x kvadrat, çıxılsın 2x, çıxılsın 3 kiçik bərabərdir 0. Bunun vuruqları x minus 3, x plus 1 şəklindədir, kiçik bərabər 0. İntervallara ayırsaq, mənfi 1, 3, müsbət, mənfi, müsbət. Bizdən mənfiləri soruşur. Doğru cavab mənfi 1, 3 parçasıdır. Tam həllərin cəmini soruşur. Mənfi 1, burada 0 var. 1, 2, 3, 4. Doğru cavab olur neçə? Bir dəqiqə, 4 yoxdur. Cavab 5 olacaq. B variantı. Kubun bütün üzlərinə toxunan kürə. Biz kürə çəkək. Təxmini bir kürə çəkək. Mən belə çəkəcəm, rahat olsun. Kürəmiz olsun bu. Bütün üzlərinə toxunan bir kürəmiz var. Bax, budur kürə, həmin kürə. Yəni, kubun daxilinə kürə çəkilib. Kubun daxilinə əgər kürə çəkilibsə, həmin kürənin radiusu kubun tilinə A desək. Kubun tili A olsa, bu da kürənin radiusudur. Kürənin radiusu tilin yarısıdır. Bunu bilməliyik biz. Bir növ kvadratın daxilinə çevrə çəkilib. Kubun daxilinə çəkilən kürənin radiusu tilin yarısına bərabərdir. Yaxşı.
İndi bizə deyir, kürənin səthinin sahəsini, yəni kürənin səthinin sahəsini kubun yan səthinin sahəsinə nisbətini tapayıq. Kürənin yan səthinin sahəsi 4πr kvadratdır. Kubun yan səthinin sahəsi 4a kvadratdır. Burada 4'lər ixtisar gedir, qalır πr kvadrat bölünsün a-nın kvadratı. Pi vurulsun. Biz radiusu a bölü 2 tapmışdıq. Onda onun kvadratı olur. A kvadrat bölü 4 bölünsün a kvadrat. Burada a kvadratlar ixtisar gedir. Alınır pi bölü 4 C variantı. Növbəti, artan həndəsə silsilənin birinci həddi 2-yə, ilk 3 həddinin cəmi, cəm S3-dür də 26-ya bərabərdir. Bizdən 4-cü həddi soruşur. Fərqli formada işləyə bilərik bunu. Düsturla da yaza bilərik, belə ardıcıl düzmə ilə də yaza bilərik. İlk n həddinin cəm düsturuna görə S3 bərabərdir B1 vurulsun Q üstü n çıxılsın 1 bölünsün Q minus 1. Bu da bizdə 26-dır. B1 2-dir. Q'nun kubu minus 1 bölünsün Q minus 1 bərabərdir 26. Q kub minus 1'in açılışını yazsaq, bu olur Q minus 1, A kub minus B kub. Sonra A kvadrat plus AB plus B kvadrat bölünsün Q minus 1 bərabər 26'ya. Burada Q minus 1'lər ixtisar gedir. Q 1'dən fərqlidir. Onsuz da 2 ilə 26'nı ixtisar aparsaq, alınar Q kvadrat plus Q plus 1 bərabərdir 13'ə. Q kvadrat plus Q minus 12 bərabər 0. 13'ü atırıq sol tərəfə. Bunun bir kökü mənfi 4, bir kökü müsbət 3 olur. Söhbət artandan gedir. Burada Q'nu 3 götürəcək, mənfi 4 yox. Bizdən B4'ü soruşur. B4 özü B1 vurulsun Q'nun kubudur. B1 2'dir. Q də 3 olduğu üçün 3'ün kubu 27. 2'ye vursaq 54. C variantı. Mən biraz sürətli danışıram, öz yoldaşlar. Videonu saxlayıb siz izləyə bilərsiniz təkrar. Tənliyin böyük kökünü tapıb. Diqqətlə baxaq, eyni ifadə var burada. Biz əvəz etməyə müraciət eləsək, işimiz daha rahat olar. 5 minus 2 kök altda 6'nı bir t ilə əvəz edirəm. Daha doğrusu bunun qüvvətinə x-ı bir t ilə əvəz edirəm. Olur t üstəgəl 1 bölünsün t bərabərdir 10. Hər tərəfini t'yə vursaq alınar t kvadrat. Bir sadələşdirəndən sonra belə bir ifadə alınacaq. Plus 1 bərabər 0. Bax, belə bir kvadrat tənliyi aldı. Burada qorxmaq lazım deyil ki, burada kök çıxmır, vuruqlara ayrılmır. Amma biz bunu irrasional kök tapa bilərik. Bunun diskriminantı b kvadrat çıxılsın 4ac 96 eləyir. Bir kökü olacaq mənfi b çıxılsın. Kök altda 96'dan 4 kökdə 6 çıxır. Bölünsün 2. Alınır 5 minus 2 kökdə 6. Bir dəfə də alınır 5 plus 2 kökdə 6. Qoşma oldular. Bax, 2-dən kök tapdıq. Amma biz əvəz eləmişdik. Kök altında 5 minus 2 kök altda 6 üstü x bərabərdir. Bir dəfə 5 minus 2 kök altda 6'ya. Diqqətlə baxsaq, burada x 2 imiş. Çünki 2 olanda kvadratla kök gedir. Yenə həmin ifadə alınır. Deməli, x 2 imiş. Bir dəfə də 5 minus 2 kök altda 6 üstü x bərabər o biri kökə. 5 plus 2 kökdə 6'ya. Bunların hasilləri bizə 1 verdiyi üçün, deməli, bunlar qoşma belə deyil. Hasilləri 1 isə qarşılığı tərs ədədlərdir. X bir dəfə də mənfi 2'dir. Çünki məxrəcə düşəcək o. Hasilləri 1 verəcək bizə. Deməli, x 2 və mənfi 2 imiş. Böyük kökün soruşur. 2 olur. Doğru cavab. 15-ci sual. Kəsr hissəsi və ədədin əksi. Buradan yazaq a bərabərdir. Kök altda 15 çıxılsın. 2'ni kökün altına salsaq, bu kök altda 12'dir. Bu ədədin tam və kəsr hissəsini tapmaq üçün təxmini kök çıxaracağım. Kök altda 15 3 ilə 4 arasında yerləşdiyi üçün tutaq ki, qəbul eləyək. Bu problemi yoxdur. 3,5 də götürə bilərsiniz, 3,6 da. Çıxılsın. Kök altda 12 də 3 ilə 4 arasındadır. Sadəcə 15'dən kiçik olduğu üçün bunu biraz kiçik götürək. Bu təxminən 0,1 alınır. Təxminən deyirəm. Və bunun tam hissəsi görürük ki, 0'dır. Kəsr hissəsi isə, ədədin tam hissəsi 0'dırsa, kəsr hissəsi ilə özünə bərabərdir. Bizə nə deyir? Ədədin kəsr hissəsi ilə bu ədədin əksi. Kəsrini tapdıqsa, bir də bunun əksi kök altda 12 minus kök altda 15'dir. Bunların hasilini soruşur. İndi bunların hasilini tapayıq. Deməli, sadə bir şeydir bu. Bu olur, birincini vursaq kök altda 180, çıxılsın 15. Bunu buna vursaq, sonra buna. Sonra bunu vursaq 12. Çıxılsın, üstə gəlsin kök altda 180. Kök altda 180, 36 vurub 5'dir.
Bundan çıxır 6 kökdə 5. Bir dənə də burada 6 kökdə 5 var. Olur 12 kökdə 5 çıxılsın 27. C variantı. 16-cı sual. Kvadratdır. Kvadratdır bu. Bütün bucaqlar düz bucaqdır. KP, bu gördüyümüz KP parçası PL-in 2 qatıdır. Aha, bu düz bucaqlı 3 bucaqda bu katet bu hipotenuzun yarısıymış. Onda avtomatik biz görürük ki, buradakı bucaq 30 dərəcəymiş. Çünki 30 dərəcəli bucaq qarşısındakı katet hipotenuzun yarısı olur. Yəni bura bir x desək, bura 2x-dir. MK kvadratın diagonalı olduğu üçün kvadratın diagonalı onun bucağının təmbələnidir. Yəni bu bucaq bütövlükdə 45 dərəcədir. 45 dərəcədir. Bizdən soruşduğu MKP bucağı isə olacaq 45 çıxılsın 30 dərəcə, olacaq 15 dərəcə. Tam bu bucaq 45 dərəcədir, 30 buradaydı, yerdə qalan bucaq 15 olacaq. 17-ci sual. A parametrinin hansı qiymətində bu cüt bu tənliklər sisteminin həllidir? Birinci x-i göstərir, ikinci y-i göstərir. Birinci tənlikdə yerinə yazmaq sərf etməz. İkinci tənlikdə x-in yerinə 2m, ikinci tənlikdən söhbət edirəm. Y-in də yerinə 1m yazıb, m-ləri tapa bilərik. Buradan 5m bərabərdir 15, m alındı 3. m 3-dürsə, onda bizim x-imiz axı 2 dənə m idi. 2-ni vururuq 3-ə, olur 6, y-imiz 1 dənə m idi, elə 3 idi. Bizdən A-nı soruşur. İkinci tənlikdə x-in yerinə 6, y-in də yerinə 3 yazmaqla biz rahat A-nı tapa bilərik. Olur 12 çıxılsın 3A bərabərdir 6, 3A bərabərdir 6, A alındı 2. Doğru cavab C variantı. 18-ci sual. Bu özü düzgün olmayan kəsrə çevrilsə 3-də 4-dür. Çarpaz vursaq bunu və bu tənliyi çarpaz vursaq, alınar nə? 3 kosinus x üstə gəl 9 sinus x bərabərdir 8 kosinus x üstə gəl 4 sinus x. Hamısını bir tərəfə yığsaq alınar 5 sinus x çıxılsın 5 kosinus x bərabərdir 0. Hər tərəfin 5-ə bölsək sinus x çıxılsın kosinus x bərabərdir 0 tənliyi alınar. Təkrar bir də şey deyim ki, bu sualın da oxşarı 2025-ci ildə birinci qrupların birinci cəhdinə düşən sual idi. Belə bir sual səhv etməsəm düşmüşdü. A sinus x üstə B kosinus x bərabər 0 şəklində olan tənliyin hər tərəfini biz kosinus x-ə bölə bilərik. Sinus x-i kosinus x-ə bölsək tangens x, kosinusu kosinus'a bölsək 1, 0-ı da kosinus'a bölsək 0. Buradan alınır tangens x bərabərdir 1, bu da bərabərdir pi bölü 4 plus pi k da, yəni arctangens 1 plus pi k. Hansıdır? C variantı. 19-cu sual. Parabolasının təpə nöqtəsinin absisi -1-dir. Təpə nöqtənin absisi -b bölünsün 2a şəklində tapılır. Burada da mənfi qalır, b elə b olaraq qalır. A bizdən -1-dir, bərabərdir 1-ə. Buradan da b-ni biz 2 tapmış oluruq. Bitdi. Bizdən b-ni soruşurdu. 2. 20-ci sual sadə vektorlara aid sualdır. 2a çıxılsın 5b. 2a vektoru a-nın komponentlərini 2-yə vurmaqdır. A-nın komponentlərini 2-yə vursaq alınar 4, -2, 8. 5b, b-nin komponentlərini 5-ə vursaq alınar 15, 0, -10. İndi çıxılmasını soruşur fərqin. Mənfiyə də vurub toplaya bilərik, fərqi yoxdur. Çıxsaq alınacaq 4-dən 15 çıxanda -11. -2-dən 0 çıxanda -2, 8-dən -10 çıxanda 18, -11, -2, 18, C variantı. 21-ci sual. 2 və 4 ədədləri ilə düz mütənasib olan 2 ədədin cəmi 18-dir. Düz mütənasib 2x plus 4x bərabər 18 şəklində yazırdıq. Yəni 2 bölü 4 yazırdıq da bunlara. 6x bərabərdir 18, x bərabərdir 3. Deməli bizim birinci ədədimiz 2x olduğu üçün 2 üçün 6, ikinci ədədimiz 4x olduğu üçün 4 vur 3 bərabər 12. Bizdən bu ədədlərin hasilini soruşur. 6-nı vururam 12-yə, 72-ymiş bunların hasili. Növbəti sadə bir çoxluqlara aid sualdır. Bu bizim üçün A çoxluğu, bu da B çoxluğudur. Bir kəsişmədəki elementlərin sayı 4-dür. Yəni bura A-da olub B-də olmayan A çoxluğu ilə B çoxluğunun fərqi isə 8-dir. Bizdən n-A-nı, yəni A çoxluğunun elementlərin sayını soruşur. Və burada görürük 12 dənə element var. 23-cü sualımız MK YN-ə paraleldir. Bunların paralelliyini görürük. MPK isə bu PK
MPN bucağı bax buradır. Bunun təmböləndir. Aha, bu bucaqlar bərabərdir. MKP-ni 42 dərəcə verib görürük. Yaxşı. 2 paralel düz xətt, 3-cü düz xətt, yəni bu KP kəsibsə, burada daxili çarpaz bucaqlar yaranır. Bu 42 dərəcəli bucaqla, bax bu rənglədiyim aşağıdakı bucaq çarpaz, daxili çarpaz bucaqlardır deyə elə burada 42 dərəcə olacaq. Bura 42-dirsə, elə yuxarısı da 42-dir, çünki demişdi bu təmböləndir. Yaxşı. Bizdən soruşur MPY. Hanı? MPY bucağı, bax bu nöqtə qoyduğum bucaq çıxılsın NPK. MPK da 42-dir. Deməli, bu nöqtə qoyduğum bucaq, ümumiyyətlə bu bucaq açıq bucaq olduğu üçün 180-dən çıxaram 2 dənə 42-ni. Yəni, 180-dən çıxsaq 84-dür, burada qalacaq 96 dərəcə. MPY bucağı, cavabımız olacaq nə? 96 çıxılsın, MPY 96-dır, çıxılsın NPK da bizdə 42-dir. Bu da olur 54 dərəcə. 23-cü sualda cavab 54. 24-cü sual. Bunu necə yaza bilərik? Fərqli formada. Bir üsulunu da deyim ki, burada hasil görürük. Onda biz bunu yaza bilərik. Loqaritma P üstü 4 əsasdan A üstə gəl loqaritma P üstü 4 əsasdan B bərabərdir 6-ya. Burada bölmə gördüyümüz üçün bunu da biz nə kimi? Fərq kimi yaza bilərik. Fərq. Loqaritma P üstü 4 əsasdan A çıxılsın loqaritma P üstü 4 əsasdan B bərabərdir 2. Alt-alta toplasaq bunları B-lər islah olar, qalar 2 dənə loqaritma P üstü 4 əsasdan A bərabər 8-ə. Onda loqaritma P üstü 4 əsasdan A-nı biz 4 tapmış olarıq. Gətirib birinci tənlikdə tutaq ki, biz loqaritma P üstü 4 əsasdan A-nın yerinə 4 yazsaq, onda loqaritma P üstü 4 əsasdan B bizdə 6 çıxılsın 4, yəni 2 olacaq. Bizdən nə soruşur? Loqaritma P əsasdan A, bax bu sualın cavabını artıq tapdıq. Surətin cavabını 4 tapdıq, məxrəcin cavabını 2 tapdıq. Doğru cavabımız 2, 24-də 2. 25-ci sual. Verilənləri görürük. AD 7-dir, BD 9-dur. Bizdən B-sini soruşur. Bax bu X-i. Amma bu bucağa alfa yazıram, bu bucağa da alfa yazıram. Deməli, diqqətli olaq. Böyük üç bucaqda A bucağı alfadır, B bucağına da gəlin beta deyək. Sonra DBS bu üç bucağında C bucağı alfadır, B bucağı da betadır. Nə gördük biz? Bir üç bucağın iki bucağı, digər üç bucağın iki bucağına konkurent olduğu üçün bu üç bucaqlar oxşardır. Yəni üç bucaq deməli A, C, D oxşardır. Üç bucaq deməli bir də baxaq. A, yox səhv deyil. A, B, C daha doğrusu A, B, C üç bucağı, A, B, C üç bucağı oxşardır C, B, D üç bucağına. Aha, neyinirik? Biz bu üç bucaqda alfanın qarşısındakı tərəfi bölürük böyük üç bucaqda alfanın qarşısındakı tərəfə, yəni x-a bərabərdir. Yenə balaca üç bucaqda, bu kiçik üç bucaqda, baxın, indi burada bir şey var da, bizdə alfa, beta, kiçik bucağa bir qamma desək, onda böyük üç bucaqda da alfa görürük, beta görürük, bu bütöv bucaq qamma olacaq. Aha, yəni bir üç bucağın iki bucağı digərinin iki bucağına bərabərdirsə, onda üçüncü bucaqlar da bərabərdir. Nə baş verir onda burada? Kiçik üç bucaqdakı qammanın qarşısındakı tərəfin böyük üç bucaqda qammanın qarşısındakı tərəf bütöv 16-ya nisbəti. Buradan x kvadrat bərabər 9 vur 16, kök alsaq 3 vur 4 çıxır bunlardan 12 olur. Doğru cavab. 26-cı sual. Bunu vuruqlara ayırmaq lazımdır. Necə ayırarıq? Diqqətli olaq. Burada a kub var, bir də a üstü 6 var. Sadəlik üçün mən a kubu bir dənə t ilə əvəz edirəm. Onda a üstü 6 t-nin kvadratı olacaq. Yəni bizim bu ifadəmiz alınacaq. T kvadrat çıxılsın 5t çıxılsın 24. Artıq bunu vuruqlara ayırmaq daha rahatdır. Bu t minus 8, t plus 3 şəklində vuruqlara ayrılır. İndi t-ni təzədən yerinə yazsaq, t bizdə a kubdur. Alınır a kub çıxılsın 8, a kub üstə gəl 3. Nə görürük? Birinci mötərizə vuruqlara ayrılır. 8 2-nin kubu olduğu üçün buna a kub minus b kub tətbiq edərik. Alınır a minus 2, a kvadrat plus 2a plus 4, bir dənə də vurulsun a kub plus 3. Baxaq, deyək ki, bu vuruqlara ayrılır, bax bu şəkildə, bu şəkildə.
Yaxşı, biz burada A-2 görürük. Burada da A-2 var. A plus 3 görürük. Aha, burada da A plus 3 var. Deməli, B-nin yerində duran çoxhədli A kvadrat plus 2A plus 4 imiş. Deyir, B çoxhədlisinin əmsallar cəmini tap. Bitdi. Əmsal burada 1-dir. Üstə gəl 2, üstə gəl 4. Doğru cavab 7 olacaq 26-cı sualda. 27-ci sual uyğunluqdur. Birincisinin açılışı nə idi? Birincinin açılışı belə idi. 10A üstə gəl B çıxılsın. İkincinin açılışı 10B plus A'dır. Amma qarşıdakı mənfiyə görə işarəni dəyişdim mən. 4A minus 3B. A'ları hamısını bir yerə yıxsaq 10A'dan 1 A çıxanda 9A, 4-dən də A çıxanda olur 5A. B'lər bu mənfi 9B plus 3B. Mənfi 9 plus 3 mənfi 6B bərabərdir 0-a. Yəni belə alındı. 5A bərabərdir 6B. Bu şərti ödəyən rəqəmlər A6, B5 olanda mümkündür. Bunların cəmi 11-dir. Aha, 1-ə Y variantı uyğun gəldi. Kənardan yazaq. 1-ə Y variantı uyğun gəldi. Fərqi də 1 verir. Fərqi yoxdur. Keçdik növbəti. İkincinin açılışı. İkincinin açılışı 10A plus B-dir. Bərabər 4A plus 8B. Deməli, burada mənfi 9B alınmışdır. Keçəndə o yana 6B. Hə. A-ları bir tərəfə yıxsaq 6B, B-ləri bir tərəfə yıxsaq 7B. Bunlar rəqəmlərdir deyə. Bu şərti ödəyən rəqəmlər yalnız A7, B6 olanda mümkündür. Cəmləri 13 A variantında. Fərqləri 1. Yoxdur belə bir variant. Düz tapdıq da. Hə. Üçüncüsündə üçüncüsünə baxaq indi. Üçüncüsündə nə var? AB3. AB3 nədir? 3 rəqəmli ədəddir. 100A üstə gəl 10B üstə gəl 3 çıxılsın 10A çıxılsın B. Niyə minus yazdım? Qarşıdakı mənfiyə görə. 100A-dan 10A çıxanda 90A, 10B-dən 1B çıxanda 9B, 228-dən də 3 çıxanda 225 alınır. Yəni, bu 3 atdıq bu tərəfə. 9-a bölsək hər tərəfin alınar 10A üstə gəl B bərabərdir. 225-i 9-a böləndə deməli 2, 9, 18, 29 alınırdı, hə? 29, 225-i bölürük nəyə? 9-a. 2, 9, 18, 45, 2, 9, 18, səhv edirəm mən. 25 daha doğrusu, 25 mən səhv elədim. Bu da elə özü 2 rəqəmli AB ədədidir. Demək, A'mız 2, B'miz 5 imiş. Cəmləri 7 C variantında, fərqləri 3 D variantında. 27-də izah etdik. Növbəti yazı tipli sual, 28-ci sual. Trapesiyada AC diaqonalı BAD-nin təmin böləndir. Yəni, bura bir alfa yazsaq, burada alfadır. AB 8-dir. ABC üçbucağının sahəsinin ABCD-nin sahəsinə nisbəti 2/5-dir. Yəni, bu üçbucağın sahəsinə biz 2K desək, yerdə qalan ACD-nin sahəsi 5-dən 2 çıxarıq, bura qalar 3K. 3K. Yaxşı, necə buna yanaşa bilərik? Bu diaqonalı bir D hərfi ilə işarə edək. D hərfi ilə işarə edək. ACBAD, AB 8-dir. Bizdən nəyə soruşur? AD-ni soruşur. Buna da bir X deyək. Buradakı üçbucağın sahəsi belə olacaq. Yəni, 2-də 1 AB sinus alfa düsturuna əsasən 2-də 1 vurulsun 8, vurulsun D, vurulsun onlar arasındakı bucağın sinusu bərabər 2K-ya. Aşağıdakı üçbucağın sahəsi 2-də 1 vurulsun D, vurulsun X, vurulsun onlar arasındakı bucağın sinusu bərabərdir 3K. Bunları tərəf-tərəfə bölsək, 2-də 1-lər gedər, D-lər gedər, sinuslar gedər. Alınar 8/x bərabər 2/3. Yəni, K-lar da burada gələcəklər. X-i tapmaq üçün 3, 8-in 24, 2-yə bölsək 12 olacaq. Doğru cavab. 29-cu sual. Eyni zamanda fırladılan iki çarxın oxlarının dayanacağı xanalardakı ədədlərin cəminin tək ədəd olması ehtimalını tap. Burada hansı hal var? Demək, buradakı düşən, tutaq ki 41 düşüb, burada da 2 düşüb görürük. Bunların cəmi tək ədəd olmalıdır. Burada hansı hallar ola bilər? Cəmlərin tək olması üçün ədədlərdən biri tək, biri cüt olmalıdır. Çünki tək ədədlə cüt ədədin cəmi bizə
tək ədədi verəcək. Ola bilər birincidə tək ədəd çıxsın, ikincidə cüt ədəd çıxsın. Ola bilər ki, birinci çarxda cüt ədəd çıxsın, ikincidə tək ədəd çıxsın. Burada birincidə tək ədədin çıxması hansılar ola bilər? 5 ola bilər. Sonra, daha doğrusu neçədəndir? Bir dənə baxaq, təklər 1, 2, 1, 2, 3, 4, 5 dənə tək ədəd var. 5 dənə tək ədəd var. Cüt neçə dənədir? 36. İkincidə cüt çıxmalıdır. İkincidə cüt bunlardır. 10-dur, 2-dir, 90-dır, 8-dir. 4 dənə də cüt var. Onda bizim ehtimalımız necə olacaq? Bir dəqiqə. Birincidə tək çıxsın, ikincidə cüt çıxsın. Belə olacaq. Birincidə tək, ikincidə cüt. Aha. Onda biz necə yazacaq bunu? Ehtimal bərabərdir. Birinci halda birinci çarxda 8 dənə ədəd var, onun 5 dənəsi təkdir. İkinci çarxda 5 dənə ədəd var, onun 4 dənəsi cütdür. 4 dənəsi cütdür. Aha. Üstə gəl, bu bir ehtimal. Digər halda isə birincidəki cüt olması hansılar ola bilər? Birinci çarxda 36 ola bilər, 64 ola bilər, 16 ola bilər. 3 dənə cüt var. 3 dənə cüt var. İkincidəki təklər isə bir dənə 13-dür, bir dənə tək var. Onda yazaram 8-də birinci çarxda cütün çıxması 8-də 3, vurulsun ikinci çarxda təkin çıxması 5-də 1. Qaldı bunun hesablanması. Burada 5-lər gedir, qalır 2-də 1, üstə gəl 40-da 3. Bunu hesablasaq 40-da 20, bura bölünür 40-da 23 alınacaq doğru cavab. Növbəti bu nədir? İsbat məsələsi. Aha, maraqlıdır. Baxaq buna. Dördbucaqlıda ABCD-yə paralel bərabərdir. Yəni bu konqurentli işarəsidir. Konqurentdir. Aha, bunlar konqurent imiş. AD BC-yə konqurentdir. Xət qoyulub, bunlar 2 xət qoyulub. Bunlar da konqurent imiş özləri üçün. BY DF isə ABC və ADC bucaqlarının təm bölənləridir. Yaxşı. Ümumiyyətlə, burada nə görürük? Bu iki dənə şərtdən aydın görünür ki, bizdə ABCD paraleloqram imiş. Paraleloqram imiş. Yəni, bunu açıq tipli olduğu üçün, yazı tipli olduğu üçün oraya yazırıq ki, verilən şərtlər əsasən dördbucaqlının qarşı tərəfləri bərabərdirsə, onda bu dördbucaqlı paraleloqram imiş. Paraleloqramın qarşı bucaqları da bərabərdir. Yəni, B bucağı D bucağına bərabərdir. B bucağı D bucağına bərabərdir. İndi BY və FD DF təmbölən olduğu üçün mən bunlara alfa yazsam, qarşıdaşlar da alfa olacaq. Bu qarşı tərəflərdə AA yazıram. Sonra BC AD-yə paraleldir həm də. Onda burada daxil çarpaz bucaqlar yaranır. Mən buradakı bucağa, baxın, buradakı bucağa bir beta desəm, eyni ilə burada qalan bucaq da beta olacaq. Yəni, bucağa yazaq da, olacaq bucaq BAY bucağı konqurentdir. Bucaq FCD-yə. Aha, biz nə gördük? Diqqətli olsaq, bizdən soruşur ki, ABY və CDF bucaqlarının konqurent olduqlarını ispat et. Bu üç bucaqla bu üç bucaqdan söhbət gedir. Biz əslində ispat etdik artıq. Nə gördük burada? Bir üç bucağın bir tərəfi və ona bitişik iki bucağı, digər üç bucağın bir tərəfi və ona bitişik iki bucağı və konqurentdirsə, onda bu üç bucaqlar konqurentdir. Yəni, nə başa düşdük burada? B bucağı konqurentdir D bucağına, söhbət ABY və CDF-dən gedir. Sonra A bucağı konqurentdir C bucağına, eyni ilə AB də konqurentdir CD-yə. Bu, bizə hansı qaydanı verir? Bucaq, tərəf, bucaq əlaməti. Çünki bir tərəf və ona bitişik iki bucaq, digər üç bucağın bir tərəf ona bitişik iki bucağına konqurentdirsə, onda bu üç bucaqlar konqurent imiş. Sağ olun.